Salam dəyərli izləyicilər. Günlük icarəyə verilən evlərlə təqdimatlarımızı davam edirik. Hal-hazırda Cülyan kəndindəyik və 15 nəfərin, hətta deyim sizə ki, 18 nəfərin belə rahat qalacağı bir ev təqdim edəcəyik sizə. Bura həyətindəki söhbətgahdır. Buranın bir də axşam görüntüsü var. Sadəcə indi hava işıqlı vaxtında çəkməliyik ki, bütün o ərazi və evin içi gözəl görünsün. İstəsəniz, yəni maraqlanan olsa, axşam görüntülərində şəkillərini göndərərik. Gəlin buradan davam edək. Sizə ilk öncə hovuzu göstərim. Bura isti hovuzdur. Hal-hazırda da fəaliyyətdədir, yəni işləyir. Oradan suyun hərəkətindən görəcəksiniz. Sirkulyasiya gedir. Biz indi evə girəcəyik. Ev 2 hissədən ibarətdir, amma yəni bütöv icarəyə verilir. Bir hissəsini götürən adamlara olanda, bir hissəsini götürən olanda. Digər hissəsi artıq icarəyə verilmir. Yəni bundan narahat olmaya bilərsiniz. Biz buradan davam eləyək elə. Çox gözəl belə dekorativ bəzəyiblər bu həyəti. Evdə 3 ailənin çox rahat şəkildə gəlib yaşamağı üçün hər bir şərait var. Məişət texnikası, sonra yataq dəstləri və digər avadanlıq indi özünüz görəcəksiniz. Buyurun, buradan davam eləyək. Belə bir qonaq otağıdır, televizor, divan və böyük bir qalonka da hətta ev yiyəsi təqdim eləyir. Buranın havası o qədər gözəl, o qədər təmiz və sərin olur ki, heç evdə bu vaxta qədər, yəni bura tikiləndən kondisionerə zərurət yaranmayıb. Bura bir yataq otağıdır, buranı göstərin. Bura ikinci yataq otağıdır. Belə vitraj yerdən olan qapı pəncərəsindən və buranın mənzərəsini mütləq şəkildə izləyicilərimizə göstərir. Mən çıxım, siz oradan mənzərəni göstərirsiniz. Bura sanitar qovşaq və hamam otağı və 2 sanitar qovşaq və hamam otağı var, yəni digər tərəfində ayrıca var idi və digər tərəfdə ayrıca mətbəx də var. Burada bir mətbəx və mətbəxdə burada gəlib istədiyiniz kimi yemək hazırlamağa, yəni süfrə açmağa, böyük bir süfrə açmağa hər bir qab-qacaq şərait mövcuddur və bayaq oradan göstərmədik mənzərəni, çünki buradan göstərmə imkanımız var. Və belə bir mənzərə açılır qarşımızda. Gördüyünüz hal-hazırda olduğumuz bu yerdə də istəsəz masa və oturacaqlarınızı qoyub burada da nahar və yaxud da şam yeməyini yeyə bilərsiniz. Bu ərazilər də bura aiddir və sol tərəfimizdə də böyük bir boş ərazi var. Orada da hətta futbol da oynaya bilərsiniz. Buradan davam edirik digər evə. Salamünaleyküm. Oradan keçin, buyurun. Bura kiçik yataq otağıdır. 3 nəfərlik. Bu evin girişi buradandır, amma gördüyünüz kimi hər otaqdan da ayrıca yəni qapı qoyulub ki, həyətin arxasına çıxasınız. Digər bir otaq. Sanitar qovşağı da göstərin. Bura ikinci sanitar qovşağıdır. Yəni eynən də hamam aksesuarları da var orada və burada ikinci mətbəxdir.
digər mətbəxdən fərqli olaraq bir dənə paltar yuyan yoxdur burada. Paltar yuyan ümumi evə bir dənədir və burada 3-cü yataq otağıdır. Əlavə olaraq da, yəni sayınız çox olduğu təqdirdə, indi belə deyək də, yerdən sərməyə üçün də şərait var, döşəklər var və belə bir əlavə yatmaq üçün də yer var. Evin təqdimatı bu qədər, dəyərli izləyicilər. Videonu sona qədər izləyin, sizə ətraflı digər məlumatları da deyək. Bu mətbəxin qapısıdır. Buradan da yəni çıxış var. Və biz təzədən enirik baseynin qırağına. Buradan sizə ilkin məlumatları veririk. Yenə də deyirəm, bir çox dekorativ güşələr yaradıblar və burada da otura bilərsiniz. Yəni şəkil çəkdirmək üçün zonalar da düzəldiblər. Qiyməti ilə bağlı ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Tələsin, əgər gördünüz, bəyəndinizsə, tələsin buranı bron eləməyə, çünki bu ev boş qalmır ümumiyyətlə. Yəni bir gün bu günləri vaxt eləyə bilmişik ki, gərək buranın təqdimatını eləyək. Hər kəsə bol şans, növbəti videolarda görüşənə qədər.